Salam, mən Onur Rəsulov Azfinlabdan və bugün sizinlə mən qızılın və dollar indeksinin analizini paylaşacağam. Texniki analiz nöqteyi-nəzərdən qızıl bu ay üçün əsas qiymət səviyyəsi olan 4157 dollar səviyyəsini qırdı, lakin növbəti hədəf olan 4311 dollar səviyyəsinə çatmadı. Və hal-hazırda qızıl diqqət etsəniz range içərisində ticarət olunur və qızılda aşağı dəstək olaraq 4002 dollar, yuxarı hədəf isə 4157 dollar səviyyəsidir. Qızılda satış aça bilərikmi sualına cavab olaraq, əslində qızılda bu nöqtədən satış açmaq riskli ola bilər. Çünki qızılda hal-hazırda biz hələ də alıcıların dominant olduğunu görürük və qızılın qiyməti nə qədər ki 3847 dollar səviyyəsini qırıb onun altında ticarət edilməzsə, biz hələlik qızılda satış mövqeyinə keçməyimiz, belə deyək, təhlükəli ola bilər. Çünki qeyd etdiyim kimi qızılda hələ də alıcılar güclüdür. Və bu ay üçün əgər qızıl bu ayın birinci belə deyək, əsas hədəf nöqtəsi olan 4157 dollar səviyyəsini qırarsa, növbəti hədəfə 4311 dollara sata bilər. Bu baxımdan qızılda hal-hazırda biz gözləmə mövqeyindəyik. Çünki range içərisində ticarət olunur və rangein hansı istiqamətdə qırılacağını demək əslində çox çətindir. Lakin bəzi fundamental xəbərlər də gözlənilir. Xüsusilə Amerikada ümumi daxili məhsul, həmçinin pərakəndə satışlar və əlavə olaraq da ümumən belə deyək, istehsalçı qiymət indeksləri açıqlanacaq ki, bir mənada bu fundamental xəbərlər qızılın qiymətinə güclü təsir edə bilər. Lakin qızılda əsasən qeyd etdiyim kimi satış mövqeyinə keçmək üçün hələlik belə deyək, texniki analiz nöqteyi nəzərindən hər hansı bir güclü siqnal yoxdur. Bir digər maliyyə alətimiz olan belə deyək, dollar indeksinə nəzər salaq. Dollar indeksi əslində çox maraqlıdır. Diqqət edin, 17 sentyabrdan etibarən əslində dollarda yüksəliş trendi var. Hansı ki, bunu mən öz səhifəmdə də paylaşmışdım. Və baxın, dollar indeksində çox gözəl şəkildə bir trending bazar var. Hansı ki, 17 sentyabr Federal Ehtiyatdan faiz dərəcəsinə endirdiyi tarixdir və eyni zamanda oktyabrda da bir faiz endirimi oldu, amma yenə də qızılda belə deyək, yüksəliş, üzr istəyirəm, dollarda yüksəliş davam edir və mükəmməl bir trending bazar var. Higher low yaradır. Diqqət etirsəniz, higher low qoyur bazar. Higher low, higher high. Baxın. Higher high, higher low, yeniden higher high, higher low, higher high və bu nöqtədən bir higher low gözləyirəm. Niyə? Diqqət yetirin. Burada həm bazar bu əsas hədəf olan bu ay üçün 99-997 səviyyəsini 2 dəfə test edib və əslində bu double top yaradıb və texniki analiz nöqteyi nəzərindən əgər bazar bu səviyyəni qıra bilməyibsə, bir reverse eləməlidir və bu yüksələn trendin belə deyək, əlamətlərini biz burada görürük ki, higher low, higher low, higher low, higher yenidən bir low. Yəni dollarda aşağı yönlü korreksiya gözləyir və qeyd etdiyimiz kimi bu qiymət səviyyəsini də qıra bilməyib. Yəni qiymət 99-997 səviyyəsini qırsaydı biz növbəti hədəf kimi 100.660 səviyyəsini gözləyə bilərdik. Bu baxımdan dollarda aşağı yönlü korreksiya ola bilər. Təbii ki, dollarda aşağı yönlü korreksiya olması dollar indeksinin özündə həm avro dollara müsbət təsir edir, həm İngilis funtu dollara və digər ümumiyyətlə dollarla olan valyutalar üçün müsbət, yəni onlarda yüksəlişə, dollar indeksinin isə enişə səbəb olur bildiyimiz kimi. Və bu baxımdan bu ay üçün dediyim kimi dollarda bir aşağı yönlü korreksiya ola bilər. Belə dostlar, ümid edirəm faydalı olmuşdur. Qızıl və dollarda olan gözləntilərim bu ay üçün belədir. Sağ olun.